Salam, bir daha hər vaxtınız xeyir olsun. Deməli, biz bugünkü dərsimizdə fonetika ilə bağlı bütün mövzular, hansı ki imtahana düşəcək bütün problemlərin, belə deyək, həllini çözəcəyik. Bu videonu izləyən istənilən 3-cü qrup abituriyenti qəbulda düşə biləcək, istənilən tip sualın öhdəsindən rahatlıqla gələ biləcək. Ya Allah, başlayaq. Çox xırdaçılıq eləməyəcəm. Əsas məqamlardan danışacağım sizə. Baxın, biz Azərbaycan dilində biz bilirik ki, əlifbamızda 32 hərf var. Neçə hərfimiz oldu? 32. 32 dənə hərf var. H, ə, r, f var. Doğru mu? 34 dənə də səs var. 34 səs. Məsələn, A hərfi, bu da A səsi. B hərfi, bu da B səsi. Transkripsiyada göstəririk səsi. İki səsimiz xışdırıq səsi, bir də K səsi var ki, yazıda bunun hərf olaraq işarəsi yoxdur. Yadda saxlayaq ki, xışdırıq səsi 3 səsin qovşağından yaranan səsdir. İ, Y, H. Bu 3 dənə səsin qovşağından yaranan səsdir. Məsələn, biz sadə bir nümunə ilə desək, çiçək yazılır, biz onu çiçək şəklində deyirik. Yəni, burada bəzi adam görürsən ki, H səsini daha çox deyir, bəzi adam Y səsini. Yəni, əslində bu İ, Y, H 3 səsin hər üçündən azacıq istifadə etməklə səslənməlidir. Çiçək, çiçək bu şəkildə. Aydınmı? Daha sonra bir də K səsidir ki, deməli, K səsini ifadə edə biləcək hərf ya Ç hərfi olacaq, ya da Q hərfi olacaq. Bax, yadda saxlayırıq. K səsini ifadə edə bilən 2 dənə hərf var. Məsələn, biz desək ki, Ç, O, M, A, N, D, İ, R. Deməli, Ç, O, M, A, N, D, İ, R yazılır. Yəni, hərf olaraq Ç'dir, amma biz bunu səs olaraq K səsi deyirik, komandir şəklində. Aydındır. Yaxud da ki, biz saqqız sözündə Q'nın birini, birinci Q'nı K şəklində tələffüz edəcəyik. Saqqız. Yaxud üfüq yazılır. Biz üfüq şəklində bunu tələffüz edəcəyik. Yəni, yadda saxladıq ki, K səsini ifadə edə bilən cəmi 2 dənə hərf var. Müəllim, bəs xışdırıq səsini ifadə edən hərf hansıdır? O da Ç hərfidir. Bir mənalı olaraq Ç hərfi xışdırıq səsini ifadə edir. Yəni, başqa elə bir hərf yoxdur ki, xışdırıq səsini ifadə etsin. Aydındırmı? Bu Ç hərfi də sözün ya ortasında, məsələn, bəkməz yazıram. Burada Ç-nı biz xışdırıq kimi deyirik. Aydındır, bəhməz şəklində. Yaxud da ki, söz sonunda necə ki, çiçək sözü elədi, ördək sözü elədi. Bunu da belə yadda saxlayırıq. Bir daha təkrarlasaq, xışdırıq səsini ifadə edə biləcək yeganə hərf hansıdır? Ç hərfidir. Bəs K səsini ifadə edən hərflər hansılardır? Ç hərfi, bir də Q hərfi olmuş olacaq. Bəzi hallarda uşaqlar qarışdırırlar. Y, bilirik ki, Y samitinin qarşılığı, Y cingitili samitinin qarşılığı nədir? Xışdırıq səsidir. Aydınmı? Bununla qarışdırırlar. Yəni, əgər soruşur ki, nümunədə xışdırıq səsini ifadə etdiyi sözü tap, görürsən ki, Y-nı axtarırlar. Y-nı axtarmayacaqsan, sən həmin sözdə Ç hərfini axtarmış olacaqsan. Deməli, biz davam edirik növbəti məsələ ilə. Növbəti məsələmiz nədən ibarətdir? Sözdə saitlərin və samitlərin tələffüzü ilə bağlı. Öncəliklə saitlər haqqında danışsaq, Azərbaycan dilində biz bilirik ki, 9 dənə sait var. A, I, O, U, E, Ə, İ, Ö və Ü olmuş olacaq. Bu saitlər əksər sözlərdə uzun tələffüz edilir. I və Ü saitlərindən başqa. Bunları qoyduq kənara. Yerdə qalan saitlər heç də bütün sözlərdə yox, əksər sözlərdə uzun tələffüz edilir. Məsələn, biz alim sözünü desək, bizim ənənəvi və məşhur sözümüz var. Bunun tələffüzü zamanı A-nı uzadırıq. Aydındırmı? Amma deyək ki, anam sözündə A səsini biz nə eləmirik? Uzun tələffüz etmirik. Aydındırmı? Diqqətli oluruq. Bəs hardan biləcəm? Mənim bununla bağlı bir video dərsimdə var. Saqqız kimi biz səsi, uzanan səsi saqqız kimi nə qədər uzatsaq da sözün ifadə etdiyi mənasında bir anlaşılmazlıq yaranmaz. Yəni, mən alim sözündə alim, A-nı nə qədər uzatsam belə sözün mənasına xələl gəlməz. Amma anam sözündə anam şəklində, yaxud anam şəklində mən bunu tələffüz eləsəm, uyğunsuz, mənasız bir anlam yaranmış olacaq. Bizə lazımdır eyni cinsli sait qoşalıqlı və müxtəlif cinsli sait qoşalıqlı sözlərin tələffüzü. Bax, diqqətli oluruq. Yadda saxlayırıq nəyi? Yadda saxlayırıq sözdə eyni sait qoşalığı olan, yəni qoşa A-lardan gedir söhbət, qoşa İ-lərdən gedir söhbət, qoşa Ə-lərdən və qoşa, deməli, o hərfləri iştirak edən, saitləri iştirak edən sözlərdən. Baxın, Azərbaycan dilində qaydadır ki, əgər sözün tərkibində qoşa A varsa, bildiyimiz sadə sözlər olsun. Məsələn, olsun maaş sözü.
maaş sözü. Yaxud qoşa i ilə olan söz olsun, məsələn, bədii sözü olsun. Yaxud qoşa ə ilə, məsələn, təəccüb sözü olsun. Qoşa o-nu saxlayacağım. Bununla bağlı iki məqam var. Əgər sözün tərkibində qoşa a, qoşa i və qoşa ə varsa, bunlardan biri düşüb, digəri uzun tələffüz edilər. Maaş şəklində, saat şəklində. Yaxud bədii söz olsun, təbii söz olsun. Burada da deməli bədii i-nin biri düşüb, digəri uzanacaq. Təəccüb sözündə də həmçinin ə-nin biri düşəcək, digəri uzun tələffüz ediləcək. Məlum, bu bütün sözlərdə belədir. Məsələn, Azərbaycan dilində elə sözlər var ki, məsələn, əlbəəl sözü olsun, adbaad sözü olsun. Məsələn, bu sözlərin tərkibində qoşa a var, qoşa ə var, amma bunlarda biri düşüb, digəri uzun tələffüz edilmir. Əlbəəl elə əlbəəl şəklində, adbaad elə adbaad şəklində tələffüz ediləcək. Yəni, qoşa a-lardan biri düşüb, digəri uzanma halı yoxdur. Bəs qoşa o-da hansı məqamdır? Qoşa o-da o məqamdır ki, qoşa o olan sözün tərkibində qoşa o varsa, ya qısa a kimi deyilər, ya da onun biri düşər, digəri uzanar. Məsələn, deyək ki, zoologiya sözündə mən bunu necə deyəcəm? Zoologiya deyəcəm, yoxsa zoologiya? Onun biri düşəcək, digəri uzun tələffüz ediləcək. Aydındırmı? Yaxud da ki, zoopark sözündə onun biri düşəcək, digəri uzun tələffüz ediləcək zoopark şəklində. Amma deyək ki, kooperativ sözü olsun. Bu sözdə qoşa o-lardan deməli biri düşür, digəri də a səsinə, qısa a səsinə çevrilir. Olacaq bu şəkildə. Kooperativ şəklində. İndi müəllim, bu sözlər arasında tələffüzdə neçə fərqli məqam var? Fərqi nədir? Zoologiya sözünün yazılışı tələffüzü arasında bir fərqli məqam var. Sadəcə onun biri düşübdür. Amma deyək ki, kooperativ sözündə isə qoşa o-lardan biri düşüb, bu bir fərqli məqam, digər o isə a səsinə çevrilirdi. Bu da iki məqam. İki fərqli məqam özünü göstərmiş olacaq. Bu məqamda da diqqətli olmuş olasıyıq. Bu eyni cinsli qoşa saitli sözlərin tələffüzü. Qeyd edim ki, eyni saitli qoşalığı ya sözün ortası hecasında, ya da son hecasında gələcək. Elə söz yoxdur ki, eyni sait qoşalığı ilə başlasın. Davam edək müxtəlif cinsli qoşa saitli sözlərin tələffüzü ilə. Diqqətli oluruq nədə? Diqqətli oluruq tərkibində a, i, yaxud da ki, bunun əksi olacaq i və a. Daha sonra ə, i, əksi i və ə. U, i, əksi olacaq deməli i, u. Əlavə olaraq i, o və başqa nə deyəcək? Başqa heç nə. Bir də a-nı, ü-nü deyəcəm. A, ü. Əgər sözün tərkibində a, i, əksi, i, a, ə, i, ə, a, deməli u, i, u, i, o və a, ü sait qoşalığı varsa, tələffüz zamanı həmin sait qoşalıqların arasında y səsi artırılmış olacaq. Məsələn, nümunə deyirəm. Təqaüd yazılacaq, tələffüz zamanı olacaq təqaüd şəklində tələffüz ediləcək. İndi burada d-nın t-yə çevrilmə məqamı bu başqa məqamdır. Bizə lazımdır ki, a, ü sait qoşalığı arasında y səsinin artırılması məqamına baxaq. Yaxud da ki, qeyd edirəm, təbiət sözü olsun. Tələffüz zamanı i ilə ə arasında y səsi artırılmış olunacaq. Təbiət sözü. Aydındır. Neçə fərqli məqam oldu? Bu təbiət sözündə bir fərqli məqam. Amma təqaüd sözündə tələffüzü və yazılışı arasında iki fərqli məqam var. Həm y səsi artırılıb, səs artımı, həm də d-t əvəzlənməsi baş veribdir. Səs dəyişməsi, fonetik hadisəsi baş veribdir. Bu belə. Daha sonra deməli müxtəlif cinsli sait qoşalıqlı sözlər arasında biz nəyi deyəcəyik? Məsələn, Azərbaycan dilində qohumluq anlayışı bildirən xala oğlu sözü var. Xala oğlu, dayı oğlu, bacı oğlu, bibi oğlu, əmi oğlu, nə bilim əli açıq sözü var. Bu sözlərin baxın tərkibində a, o var. Məsələn, i, a var. Bu sözlərin tələffüzü fərqli olacaq ki, həmin saitlərdən biri düşəcək. Xala oğlu sözündə xal oğlu şəklində tələffüz edəcəyik. Əl açıq sözündə əl açıq şəklində tələffüz edəcəyik. Həm əl açıq sözündə səs düşümü var. Burada i düşəcək. Həm də q, x əvəzlənməsi baş veribdir. Bu başqa bir məqamdır. Yəni bu tip sözlər var ki, bacı oğlu sözü də bu tip məqamdadır. Deməli, bacı oğlu yazılacaq. Tələffüz zamanı bac oğlu şəklində tələffüz ediləcək. Yəni birinci sait tələffüz zamanı düşmüş olacaq.
Azərbaycan dilində baxın tərkibində müxtəlif cinsli qoşa sait iştirak edən bir qrup sözlər var ki, sanki tələffüzdə y kimi biz onları səsləndiririk, yəni y səsi artıraraq. Əslində elə deyil. Həmin sözlər hansılar idi? Bəraət sözü idi, şücaət sözü idi, bəraət, şücaət, qiraət sözüdür, qiraət. Daha sonra qənaət sözüdür. Daha sonra nə qaldı? İtaət sözüdür, itaət. Bir də riayət sözüdür, riayət. Bunlarda yadda saxlayır ki, tələffüz zamanı deməli olduğu kimi olacaq. Yəni bəraət sözündə sadəcə olaraq a səsi uzanacaq. Şücaət sözündə də sadəcə a səsi uzanır. Qiraət də onun kimi, qənaət də, itaət də onun o tip sözlərdəndir ki, tələffüz zamanı a və ə arasında, yəni müxtəlif cinsli bu sait qoşalığı arasında y səsi artırılmır. İtaət şəklində tələffüz etməliyik. Riayət sözündə yazılışda r var. Riayət sözündə də tələffüz olacaq deməli, riayət şəklində tələffüz ediləcək. Yəni bu sözün də yazılışı və tələffüzü arasında fərq yoxdur. Bunu da belə bilmiş olduq. Daha sonra müəllim bəs elə sözlər var ki, məsələn müəllim sözü olsun, müasir sözü olsun. Bəs bunların tələffüzü necədir? Məsələn müasir, hansı ki bu sözlərin tərkibində də müxtəlif cinsli sait qoşalığı var. Məsələn teatr sözü olsun, fərqi yoxdur. Həm bunların da tələffüzü zamanı fərq olmayacaq. Çünki artıq bu qaydanı da biz bilirik ki, bu müxtəlif cinsli bu tip qoşa saitli sözlərin tələffüzündə, yəni söhbət hansısa bir samitin dəyişilməsi ola bilər. Səs deyək ki, dəyişmə hadisəsi baş verə bilər. Amma burada bu müxtəlif cinsli qoşa saitlərin ya biri uzansın, yaxud da ki biri düşsün, tələffüz zamanı, yaxud arasında y səsi artırılsın, belə bir məqam yoxdur. Bu belə. Bu eyni cinsli və müxtəlif cinsli qoşa saitli sözlərin tələffüzü. Daha sonra davam edirəm nədə? Davam edirəm deməli o hərfi ilə yazılıb a səsi kimi tələffüz edilən sözlər. Bax, diqqətli oluruz, bunlar hansı məqamdır? Məsələn, bax, burada yazsam, hansı sözü yazım? Yazım, məsələn, monoloq sözünü yazım, monoloq sözünü yazım. Məsələn, konfet sözünü yazıram. Baxın, yadda saxlayırıq ki, əgər onun üzərinə vurğu düşməzsə, bax, düşməsə, adətən o aya çevrilir. Məsələn, monoloq sözündə 3 dənə yazılışda o var. Vurğu son hecadadır və ilk 2 o'lar a səsi kimi tələffüz ediləcək. Monoloq şəklində tələffüz ediləcək. Yaxud konfet sözündə vurğu sonda olduğu üçün, yəni o vurğusuz vəziyyətdə olanda çevrilib olur a səsi. Konfet şəklində. Aydındır. Fərqi yoxdur. Məsələn, komediya sözü olsun. Komediya. Komediya sözünə bax, komediya. Vurğu hardadır? Vurğu ikinci hecadadır. Ona görə birinci o çevrilib olub da a səsi. Komediya şəklində. Komediya. Aydındırmı? Deməli, o nə zaman a səsinə çevrilir? Adətən vurğu qəbul etmədiyi təqdirdə. Son hecada olduğu sözdə, belə deyək də, vurğu son hecada deyil, deyək ki, ilk yaxud orta hecalardadır. Sözün son hecası o hərfi ilə bitibdir. Bəs bunun tələffüzü necədir? Yadda saxlayır ki, son hecada o hərfi üzərinə vurğu düşsə də, düşməsə də elə o səsi kimi tələffüz ediləcək. Yəni a səsinə çevrilməyəcək. Bunu da belə yadda saxlayaq. Bu belə. Daha sonra nədən danışaq? Daha sonra danışaq deməli, daha sonra danışaq samitlərdən. Biz bilirik ki, Azərbaycan dilində deməli, neçə samit səs var? 25 samit səs var. 25 dənə samit səsdən gedir söhbət. Bu samit səslər bir-biri ilə qarşılıq təşkil edir. Deyək ki, b-nın qarşılığı p-dır, d-nın qarşılığı t-dır, z-nın qarşılığı s-dır, v, f-dır. Deməli, v, f, daha sonra j, ş-dır, c, ç, g, x, daha sonra g, k səsi, l, m, n, deməli, l, m, n, r deyirik. Bunların kar qarşılığı yoxdur. Daha sonra nə qalacaq? Y-nın qarşılığı x iştirikdir. Ondan sonra x kar samit səsdir. Onun da cingitili qarşılığı yoxdur. Biz saysaq
Deməli 14 dənə cingiltili samit səsdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə oldu. Nəyə demədik? Hə, c, c-ni demədik. C, burada ç. Deməli 14 dənə cingiltili samit səsdir. 11 dənə də kar samit səsdir. Qarşılığı olmayan samit isə 5 dənədir. L, m, n, r və deməli h. Cingiltili olub kar qarşılığı olmayan desə 4 dənə bunlar olacaq. Kar olub cingiltili qarşılığı olmayan samit deyərsə o zaman h səsini götürmüş olasıyıq. Bu belə və diqqətli oluruq nədə? Bu deməli samitlərin tələffüzündə. Bəzi hallarda biz elə bilirik ki, əgər sözdə j varsa tələffüz zamanı o mütləq ş-yə çevrilməlidir. Təbii ki, belə bir qayda yoxdur. Aydındır. Yaxud da ki, ğ varsa, o tələffüzdə x-yə çevrilməlidir. Belə bir qayda yoxdur axı. Bu məqamlarda diqqətli oluruz. Sadəcə olaraq bunlar bir-biri ilə kar cingiltili samit cütlüyü təşkil edir. Bizə lazımdır həmin deməli samitlərin tələffüzü. Bax, diqqətli olasıyıq biz. Diqqətli olasıyıq ç hərfində. Ç hərfi haqqında danışsaq, deyək ki, ç hərfi ya ç səsini ifadə edər, ya k səsini ifadə edər, ya x səsini, ya y səsini ifadə edə biləcək, ya da c səsini ifadə etmiş olacaq. Deməli, ümumilikdə 1, 2, 3, 4, 5. Ç hərfi 5 müxtəlif səsi ifadə edə bilər. Adətən, ərəb mənşəli və milli mənşəli sözlərdə ç hərfi elə ç kimi də deyiləcək. Məsələn, olsun, kənd sözü olsun. Kənd sözündə ç-nı elə ç şəklində də deyəcəm. Yəni, mən burada ya kənd deyə bilmərəm, ya gənd deyə bilmərəm və s. Məsələn, kino sözü olsun. Kino sözündə də ç ilə ç ilə deyiləcək. Yəni, əksəriyyəti müştəq sözlərdir və biz gündəlik dilimizdə işlətdiyimiz sözlərdir. Çətinlik törətməyəcək. Burada sadəcə olaraq, məsələn, ç-nın k kimi tələffüzünə baxaq. Heç kim, deməli, deyək ki, ç, a, p, i, t, a-nı heç kəs bunu kapitan oxumur. Hamı bunu necə oxuyur? Kapitan şəklində, kapitan şəklində, aydındır. Yaxud da ki, heç kim oktyabr sözündə, oktyabr demir bunu. Buradakı ç-nı elə k şəklində deyəcək. Oktyabr şəklində də tələffüz edirik. Bu belə. Yəni, bu ç-nın k kimi tələffüzü, ç-nın ç kimi tələffüzü rahat məqamdır. Burada ç-nın, əslində ç-nın c kimi tələffüzü də rahat məqamdır. Burada bir xüsusi bir, belə deyək də, bir məqam yoxdur. Ç nə zaman c kimi deyilir? Məsələn, o sözlər də dilimizdə işlətdiyimiz rahat sözlərdir. Məsələn, deyirəm ki, bitki sözünü, bax, bitki yazıram. Tələffüzdə mən bunu bu şəkildə deyirəm. Bitki. Aydındır, itkin yazıram, itkin. Bunu tələffüzdə necə deyirəm? İtkin. Baxın, bu t-ç, ikisi də necədir? Kar samitdir. Belə də, məsələn, bu məqamla yadda saxlaya bilərsiniz. Yaxud da ki, müşkül yazılacaq. Mən bunu tələffüz zamanı müşkül şəklində tələffüz etmiş edəcəm. Yəni, burada da yenə ç və ç, kar samitdir hər ikisi. Bunlardan tələffüzdə ç-c əvəzlənməsi baş verəcək. Yaxud məskən sözü olsun, fərqi yoxdur. Burada da məskən, s-ç hər ikisi kardır və tələffüzdə məskən şəklində. Yəni, yazılışda ikisi də kar olur əsasən. Tələffüz zamanı isə ç-c-yə çevrilir. Bu məqam da çox rahat bir məqamdır. Xüsusi belə deyək də, bunu bir əzbərləmək, bir çətinə düşməyə ehtiyac yoxdur. Bilməli olduğumuz məqam ç-nın x kimi tələffüzüdür. Bir də ç-nın deməli y səsini ifadə etmə məqamıdır. Əgər ç-nın x kimi tələffüzünü bilirsənsə, bunu da biləcəksən. Çox rahatdır. Ç kimi necə deyilir? Bu həm sözün ortasında ola bilər. Məsələn, bəkməz sözü olsun. Aydındır. Olsun. Məsələn, ürəkdən sözü olsun. Ürəkdən. Çörəkdən bir dilim yedim. Çörəkdən sözü olsun. Fərqi yoxdur. Bu ç-nın x kimi tələffüzü, məsələn, bəhməz şəklində deyirik də. Yəni, ç-nı x kimi deyirik. Yəni, sadə dillə deyək də, kim yaxşı, harada ç varsa, onu h kimi deyirsə bir anlıq. O h bilsin ki, x-dir. Belə də yadda saxlaya bilərsiniz. Yaxud ürəkdən sözündə ürəkdən şəklində, bu şəkildə tələffüz edirik. İndi bu söz ortasında bu da rahatdır. Bizə lazımdır ç-nın söz sonunda x kimi tələffüzü. Bax, yadda saxlayırıq nəyi? Əgər sözün sonu ç hərfi ilə bitibsə, məsələn, olsun ürək sözü. Bax, ürək.
Məsələn olsun ördək sözü, fərqi yoxdur. Görəsən bu ç necə deyilir? Onu bilməkdən ötürü həmin tip sözə, yəni sonu ç hərfi ilə bitən sözə saitlə başlayan bir şəkilçi artır. Məsələn, ürək sözünə saitlə başlayan bir də mənsubiyə şəkilçisi artır. Biz bunu necə yazırıq, necə deyirik? Bu şəkildə ürəyim ağrıyır məsələn, düzdür? Məsələn deyirəm ki, ördəkin tükü, ördəkin demirik də, düzdür, yaxud yazmırıq. Bu şəkildə yazırıq. Ördəyin tükü şəklində. Deməli, əgər sən sonu ç hərfi ilə bitən sözə saitlə başlayan şəkilçi artıranda bu ç-yi əvəzlənməsi baş veribsə, bil ki, bu ürək sözü, ördək sözü xışdırıq kimi tələffüz edilən sözdür. Yəni ürək sözünü normalda belə deyirsən, ürək şəklində, yaxud ördək sözünü ördək şəklində, bu şəkildə də tələffüz edirsən. Aydındırmı? Bu çox rahat bir məqamdır. Burada indi ç-nın y kimi tələffüzü. Bax, ç-y əvəzlənməsi, ç-nın y kimi tələffüzü deyilə biri bu məqamdır. Baxın, söz sonu ç hərfi ilə bitib xışdırıq kimi tələffüz edilən bu tip sözlərə saitlə başlayan şəkilçi artıranda həm yazılışda, həm tələffüzdə ç-nı y kimi deyirsən. Bir də saitlə başlayan söz gələrsə. Məsələn, bax, ürək sözünə, məsələn, yazıram ürək əməliyyatı. Ürək əməliyyatı. Bax, belə bir söz birləşməsi yaradıram. Burada ç-nı necə deyəcəm? Xışdırıq kimi? Yox. Özündən sonra saitlə başlayan söz gəldiyi üçün bu şəkildə. Ürək əməliyyatı. Ürək əməliyyatı, ürək əməliyyatı şəklində tələffüz edəcəksin. Aydındır? Yaxud da ki, ördək əti. Ördək əti birləşməsində tələffüzdə belə deyirsən. Ördək əti. Bunu nəyə əsasən bildim? Özündən sonra gələn sözün saitlə başlanan söz olduğunu bildiyim təqdirdə. Bəs samitlə başlayan söz gələrsə, məsələn, nə olsun? Ürək sözü yenə həmin söz ətrafında çıxış etsək, yaxud ördək sözü ilə. Biz bunlara samitlə başlayan şəkilçi yaxud söz artırsaq, məsələn, ürək sözü ürəkdə çox arzularım qalıbdır. Aydındır? Məsələn, ördək sözünə olsun samitlə başlayan bir şəkilçi artıraq, olsun ördəkdən, məsələn, ördəkdən. Bunların tələffüzü necə olacaq? Samitlə başlayan şəkilçi yaxud söz artıranda xışdırıq olacaq. Ördəkdə şəklində, daha doğrusu ürəkdə. Yaxud da ki, burada ördəkdən şəklində tələffüz ediləcək. Aydındır, xışdırıq kimi. Yəni, sadə heç bir özündən sonra şəkilçi söz gəlməyərsə ki, xışdırıq kimi olacaq. Özündən sonra samitlə başlayan şəkilçi yaxud söz gələrsə, məsələn, ürək dərmanı. İndi də samitlə başlayan söz gəlib. Yenə bu ç-nı xışdırıq kimi deyəcəksən. Ürək dərmanı. Aydındır bu şəkildə. Saitlə başlayan şəkilçi söz gələndə isə ç-nı y kimi tələffüz edəcəksən. Bunu da belə yadda saxlayacaqsınız. Müəllim, bütün sözün sonu ç hərfi ilə bitən sözlərə aiddir bu məqam. Ç-nın, yəni xışdırıq kimi, yaxud da ki, ç-y əvəzlənməsi. Xeyr, əlbəttə ki, yox. Məsələn, sən malik sözünü malih şəklində demirsən. Yaxud deməməlisən. Yaxud əmlak sözü olsun. Aydındır. Yaxud da ki, hansı söz olsun? Mexanik sözü olsun. Mexanik. Sən bunları, məsələn, bunlara saitlə başlayan, yəni bu tip söz görsən, sonu ç hərfi ilə bitən istənilən söz görsən, ona saitlə başlayan şəkilçi artır. Məsələn, hal şəkilçi, mənsubiyyət. Gör orada ç-nı y kimi deyirsənsə, yazırsansa, o zaman ç xışdırıq kimi deyilən sözdür. Məsələn, malik sözündə, əmlak sözündə, məsələn, deyirəm, mənim əmlakım, mənim əmlayım yazmırsan ki, yaxud demirsən. Ona görə elə əmlakım, elə əmlakım şəklində də yazılır və deyilir. Ona görə də sən əmlak sözünün tələffüzü zamanı ç-nı elə ç kimi deyəcəksən. Əmlak elə əmlak. Aydındır? Mexanik elə mexanik şəklində. Bu şəkildə, yəni daha doğrusu burada ç-nı k kimi deyirsən, mexanik şəklində. Texnik də onun kimidir. T, e, x, i, n, ç yazılır. Tələffüzdə belə deyirsən. Texnik şəklində. Ç-nı burada k kimi dedin. Aydındır? İdraç sözü olsun. İdraç. Mən idrakımız, bax, saitlə başlayan şəkilçi artır. Görsən bu ç-y əvəzlənməsi baş vermədi. Ona görə də idrak sözü elə idrak şəklində də deyiləcək. O ç-y əvəzlənməsi məqamına, yəni saitlə başlayan şəkilçi artır. O zaman biləcəksən, ç xışdırıq kimi deyilir, yoxsa ç kimi yaxud da ki, k kimi qalmış olacaq. Bu tip sözlərə, yəni malik olsun, əmlak olsun, idrak olsun, iştirak olsun, bu tip sözlərə istəyir saitlə başlayan, istəyir samitlə başlayan şəkilçi söz artırdıqda yenə ç elə ç şəklində də tələffüz ediləcək. Bir də bax imtahanlarda düşür hansı tip? Məsələn, bax belə bir nümunə yazıram. Türk, məsələn, türklər. Türklər. Məsələn, yazıram buradan təklik sözünü yazıram. Yazıram buradan, məsələn, nə olsun? Əkdik. Əkdik sözü olsun. Məsələn, olsun buradan, məsələn, yük
dən sözü olsun. Sonra nə olsun? Məsələn, olsun. Məsələn, kürkdə sözü olsun. Fərqi yoxdur. Müəllim, bu sözlərin tələffüzü zamanı mən türklər sözünü belə deyim. T, ü, r, x, iştirik, l, r. Yox, sən türklər sözündə çığını çığ kimi deyəcəksən. Niyə? Çünki Azərbaycan dilində qaydadır ki, sonu ç hərfi ilə bitən tək hecalı sözlər. Məsələn, türk, məsələn, tək, məsələn, ək sözü, əkmək, məsələn, yük sözü, kürk sözü olsun. Fərqi yoxdur. Nə bilim, çek sözü olsun, bak sözü olsun, tank sözü olsun. Məsələn, tik sözü olsun, tikmək. Aydındır, tik. Bu tip sözlər, yəni sonu ç hərfi ilə bitən tək hecalı sözlərdə çığını çığ kimi deyəcəksən. Tik elə tik olacaq. Yəni sən buna nə qədər şəkildə artırırsan artır. Ç elə ç kimi deyiləcək. Təklik sözün tələffüzü necə olacaq? Bax bu şəkildə. T, ə, ç. Bu ç kimi deyiləcək. Sonuncu ç xışdırıq kimi. Təklik şəklində. Yaxud əkdik sözündə sən birinci çığını saxla olduğu kimi, axırıncı çığını xışdırıq kimi de. Əkdi şəklində. Yükdən sözündə. Aydındır? Burada çığını çığ kimi deyəcəksən. Kürkdə sözünü olduğu kimi deyəcəksən. Aydındır? Bu məqamda da diqqətli olmağımız vacibdir. Müəllim, yaxşı, bu tip sözlərə saitlə başlayan, samitlə başlayan şəkilçi söz artıranda necə? Məsələn, deyirəm ki, belə yazıram. Türk ordusu deyə saitlə başlayan söz artırdım. Bu çığ necə deyiləcək? Olduğu kimi. Dəyişmir. Çığ burada çığ kimi qalmış olacaq. Bu da belə. Daha sonra danışacağım sizə Q hərfinin yazılışı və tələffüzü. Deməli, Q hərfi hansı səsləri ifadə edə bilər? Q hərfi elə Q səsini, Q hərfi K səsini ifadə edə bilər. Q hərfi deməli X səsini ifadə edəcək. Bir dəqiqə bunu bir düzəldim. Bu biraz uyğunsuzluq oldu. Deməli, bir də təkrarlasaq. Q, Q kimi, Q, K kimi, Q, X kimi, bir də Q, Q səsini ifadə etmiş olacaq. Söz əvvəlində Q həmişə Q kimi deyilir. Yəni, qala həmişə qala. Sözün əvvəlində Q varsa, Q həmişə Q kimi deyiləcək. Söz ortasında iki sait arasında. Məsələn, aqil olsun. Aqil. İki dənə saitin arasında Q görsən, Q-nı elə Q kimi deyəcəksən. Aqil şəklində. Daha sonra söz ortasında Q-dan sonra cingitili samit gəlsə, məsələn, iqlim. Q-nı yenə Q kimi deyəcəksən. İqlim. Aydındır. Bəs kar samit gələrsə, məsələn, N, Ö, Q, T, Ə. Bax, burada T kar gəldi, burada L cingitili. Kar samit gələndə Q-nı K-ya çevir. Olacaq belə. Nöqtə şəklində. Bu üç məqamda Q, Q kimi deyildi həmişə. Söz əvvəlində iki sait arasında və sait cingitili samit arasında Q həmişə necə deyiləcək? Q kimi deyilmiş olacaq. Düzdür. Məsələn, haqlı sözü istisnadır. Haqlı sözündə Q-dan sonra cingitili samit gəlibdir. Amma burada mən Q-nı K kimi deyirəm. Haqlı. Bu istisnadır. Bu istisna məqam deməli, imtahanda sizə düşməyəcək. Narahat olmayın. Miqyas sözündə Q-dan sonra Y cingitili samit gəlibdir. Q-nı Q kimi deyilmiş olacaq. Deməli, Q kimi hələ ki söz əvvəlində və söz ortasında bildik. Bəs söz sonunda necə olacaq? Söz sonunda. Diqqətli oluruq. Gəlin Q-nın, deyək ki, başqa cür tələffüzlərinə baxaq. Məsələn, Q-nın necə baxaq? Q-nın dedik bayaq, K kimi məqamını saxlamışam. K-la və söz sonunda Q kimi bu məqamı saxlayıram. Danışıram Q-nın X kimi tələffüzü haqqında. Bax, yadda saxlayırıq. Yazıram buradan otaq sözünü. Heç kim otaq sözünə elə otaq, yaxud otaq demir. Elə hamımız bunu otaq deyirik. Yəni, normalda sadə bildiyimiz rahat sözlərdə otaq deyirik. Aydındır. Yaxud da ki, heç kim yarpaq sözünə yarpaq falan demir. Yarpaq sözünü elə yarpaq şəklində də tələffüz edirik. Çox rahat da, yəni dilimizdə necə səsləndiririk? Çox rahat. Deməli, Q-nın X kimi tələffüzü bu tip dilimizə rahat gələn həmin sözlərdə Q, X kimi deyilir. Aydındır. Samitlə başlayan söz gələndə də. Məsələn, otaq sözü, otaqdan səs gəldi, səs eşidildi. Yenə otaq sözündə otaqdan şəklində. Samitlə başlayan şəkilçi gələndə də, yaxud da ki, otaq olsun nəyi, otaq qapısı. Samitlə başlayan söz gəlib, istənilən samitlə başlayan söz. Yenə Q-nı X kimi deyəcəm. Məsələn, otaq qapısı. Saitlə başlayan şəkilçi yaxud söz gələrsə, o zaman deyiləcək, Q, Q kimi deyiləcək. Məsələn, otaq sözünə saitlə başlayan şəkilçi artırıram. Məsələn, otağın qapısı, məsələn, hallandırmışam, yəlik halda. Aydındır, yaxud mənsubiyyət kimi dəyişmişəm sənin otağın. Bunun düzgün yazılışı belədir. Hələ yazılışdan gedir. O otağın
Tələffüzdə də otağın olacaq. Q-ğı əvəzləməsi necə baş verdi? Q-nı x kimi dediyim sözdürsə, həmin sözə saitlə başlayan şəkilçi artıranda, yaxud da ki, söz artırdığım zaman, bu zaman nə baş verəcək? Q-ğı əvəzlənməsi baş verəcək. Məsələn, başqa bir nümunə yazıram. T, O, Y, U, Q. Toyuq necə deyilir? Normalda toyuq kimi. Düzdür. Məsələn, buna saitlə başlayan, samitlə başlayan şəkilçi söz artırsam, məsələn, toyuq dənə, samitlə başlayan söz artırıram. Q necə deyiləcək? Yenə x kimi deyiləcək. Toyuq dəni şəklində. Aydındır. Bəs saitlə başlayan söz artırsam nə baş verəcək? Məsələn, toyuq əti. O zaman q ğ-ya çevriləcək. Olacaq bu şəkildə. Toyuq əti. Toyuq əti şəklində deməli tələffüz edilmiş olacaq. Bu məqamı da bildik. Bir də var sözün sonunda Q'nın Q kimi və Q'nın K kimi tələffüzü məqamı. Bu hansı sözlərdir? Eynən K kimi də, yəni çətin bir şey deyil. O sözü ki sən yazırsan, məsələn üfüq yazırsan, sən bunu tələffüzdə üfüq demirsən. Elə üfüq deyirsən, üfüq, K ilə deyirsən. Aydındır. Sən yazırsan məntiq sözünü, heç vaxt burada Q'nı X kimi demirsən, məntiq demirsən. Yaxud vərəq sözünü heç vaxt vərəq demirsən. Vərəq deyirsən, K ilə. Məntiq deyirsən, məntiq, məntiq, K ilə deyirsən. Deməli, Q söz sonunda adətən çox hecalı bir qrup əsasına alınma sözlərdir. Orada Q, K səsini ifadə etmiş olacaq. Sadiq sözündə, aşiq sözündə fərqi yoxdur. Q'nı K kimi deyilmiş olacaq. Bu tip sözlərə eyni qaydada hamısında samitlə başlayan şəkilçi söz artıranda, məsələn, məntiq sözünə, məntiqdən samitlə başlayan şəkilçi artırmışam. Yaxud məntiq sözünə samitlə başlayan söz artırmışam. Burada şəkilçi, burada da söz. Yenə bu q'lar K kimi deyiləcək. Məntiqdən yaxud məntiq kitabı. Bəs saitlə başlayan şəkilçi söz artırsam nə olacaq? Məsələn, məntiq sözünə bir saitlə başlayan şəkilçi artırmışam. Mənim məntiqim. Bunun yazılışı da, tələffüzü də belə olur. Məntiqim. Yəni burada q kimi deyiləcək. K-ya çevrilməyəcək. Aydındır. Yaxud da ki, məntiq elmi nümunəsində bax, saitlə başlayan söz artırmışam. Məntiq necə deyiləcək? Elə q kimi deyiləcək. Məntiq elmi şəklində. Yəni burada q öz məxrəcində qalacaq, dəyişməyəcək. Aydındır. Bu da belə. Bu da q'nın tələffüzü. İndi burada q'larda bir məqamı deyim. O qoşa q'larda. Q'larda birinci q K-ya çevrilir, ikinci q qalır. İndi o məqama biz gələcəyik. Elə indi gələcəm. Ümumiyyətlə, qoşa samitli sözlər ya eyni cinsli olacaq, ya da müxtəlif cinsli olacaq. Eyni cinsli qoşa samitli sözlər ya qoşa q olacaq, qoşa ç olacaq, qoşa t olacaq, qoşa p olacaq. Ondan sonra nə deyək? Qoşa y olacaq. Məsələn, qoşa q ilə olanda birinci q K-ya çevrilir, ikinci q olduğu kimi qalır. Məsələn, olsun bildiyimiz rahat söz, tokka sözündə. Birinci q-nı çevirirəm K-ya, tok. İkinci q olduğu kimi qalır, tokka şəklində. Qoşa ç olanda nə baş verir? Qoşa ç olanda birinci ç olduğu kimi qalır, ikinci ç c-yə çevrilir. Məsələn, 8 yazılacaq tələffüzdə 8 şəklində. Qoşa t olanda da birinci t olduğu kimi ikinci t d-yə. Aydındır. Məsələn, hətta yazılır, tələffüzdə çevrilib oldu bu şəkildə, hətta şəklində. Qoşa p olanda da birinci p olduğu kimi ikinci p b-yə çevrildi. Aydındır. Məsələn, tap, pıltı yazılır, tap, bıltı şəklində də deyiləcək. Qoşa y ilə olanlarda diqqətli oluruq. Qoşa y ya qoşa elə y kimi deyiləcək, yaxud da ki, y-nın biri düşəcək. Əgər qoşa y sözün kökündədirsə, məsələn, olsun, hansı söz olsun? Olsun, səyyah sözü olsun, səyyah. Olsun, təyyarə sözü, təyyarə. Qoşa y, bax, səyyah, təyyarə sözün kökündədir. O zaman y-lar olduğu kimi deyilir. Yəni, səyyah 2 dənə y ilə tələffüz edilir. Təyyarə 2 dənə y ilə. Aydındır. Yox, əgər qoşa y, iyyat, iyyət, bir də iyyə. Bu şəkilçi tərkibində sözə qoşulubsa y-nın biri düşəcək. Aydındır. Məsələn, deyirəm ki, kəşfiyyat sözü olsun. Ç, ə, ş, f, i, y, y, a, t. Kəşfiyyat sözündə y-nın biri düşəcək. Ç, ə, ş, v, burada f, v əvəzləməsi baş verir. Bu başqa məqamdır. Y-nın biri düşəcək. Yaxud da ki, dövriyə sözü olsun. Bax, buradan qeyd edirəm. Dövriyə. 2 dənə y ilə yazdır. Bax, sözün tərkibində iyyə şəkilçisi var. Yəni, qoşa y, iyyə şəkilçisinin tərkibində sözə qoşulubsa bir y ilə deyiləcək. Dövriyə şəklində. Aydındır. Bu məqamda da biz diqqətli olmuş olduq. İndi düzdür. Qoşa q ilə olanda, məsələn,
bir məqamı deyim sizə. Qoşa q əgər mürəkkəb sözün tərkibindədirsə, məsələn, balıq qulağı sözünü yazıram. Balıq qulağı. Balıq qulağı. Burada qoşa q olsa da birinci q'nı k kimi demirsən. Birinci q'nı x kimi, ikinci q olduğu kimi qalacaq. Yəni normalda balıq sözünü necə deyirdim mən? Balıq kimi. İndi özündən sonra samitlə başlayan söz gəlibdi da. Söz əvvəlində də q kimi deyilirdimi? Qulağı. Bəli, qulaq sözündə q kimi deyilmir. Eyni məqamdır da. Ayaqqabı da bunun kimidir. Ayaq necə deyirlər? X-nı, ayaq. Ona qabı sözü qoşulubdur. Qab sözü q ilə başlayıb. Söz əvvəlində q necə deyilir? Elə q kimi. Qutardı getdi. Bu həmin məqamdır. Bu məqamı da qarışdırmaq olmaz. Bu belə. Sonra nədən danışım? Sonra eyni cinsli qoşa samitli tək hecalı sözlərdən danışım sizə. Eyni cinsli qoşa samitli tək hecalı sözlər. Məsələn, həmin sözlər hansılar idi? Sir sözü idi. Məsələn, fən sözü idi. Məsələn, xət sözü idi. Aydındır. Nə bilim, həz sözüdür. Məsələn, zid sözüdür. Zid. Olsun, tip sözü olsun. Tip. Sonra nə deyək? Məsələn, həl sözünü deyə bilərik. Rədd sözünü deyə bilərik. Bax, eyni cins kül sözüdür, hiss sözüdür. Bax, bunları da deyim. Küldür, hissdir. Baxın, bunların tərkibində bir sait var. Deməli, tək hecalı, bir hecalı sözdür və eyni samit qoşalığı ilə bitibdir. Bunların tələffüzü, yazılışı məqamı ilə bir məqamı deyim sizə. Həmin tip, yəni bu tip sözlərə samitlə başlayan şəkilçi qoşduqda, elə yazılışdaca qoşa samitlərdən biri düşür. Məsələn, deyək ki, sir sözünə mən samitlə başlayan istənilən bir şəkilçi artırsam, bunun düzgün yazılışı belə olur. Sirdaş, r-nın biri yazılışda düşəcək. Aydındır. Məsələn, xət sözünə mən samitlə başlayan şəkilçi artırıram. Məsələn, xətkeş sözünü yazmaq istəyirəm. Bunun yazılışı belədir. Xətkeş. Qutardı getdi. Yəni, burada nə baş verəcək? T-nın biri düşəcək, r-nın biri düşəcək, nə bilim, s-nın biri düşəcək və s. və ilə axır. Bitdi. Yəni, bu məqam rahat məqamdır. Daha sonra nə deyim sizə? Bu hiss və kül sözlərindən danışım ki sizə. Məsələn, hiss sözü duyğu mənasında olarsa, bir də hiss ocağın hissi mənasında. Bu məqamlarda diqqətli oluruq. Məsələn, hiss sözündən danışsaq, məsələn, hiss sözü deməli, ocağın hissi olanda elə bir s ilə yazılır. Məsələn, deyirəm ki, hissdən içəri girmək mümkün deyildi. Tüstü mənasında. Aydındır. Duyğu mənasında isə, elə qoşa s ilə yazılır. Buna samitlə başlayan şəkilçi artıranda da yenə s-lardan heç biri düşmür. Olduğu kimi qalacaq. Qoşa s-ların ikisi də yazılacaq. Niyə? Çünki mənasız olar da söz. Hisslər indi bilmirəm. Duyğu mənası hissdir, yoxsa ocağın hissidir. Deməli, kül sözündən danışsaq, kül sözü bir l ilə yazılanda tüstü, ocağın külü mənasında, iki l ilə yazılanda kül sözü, bu artıq topa cəm mənasını ifadə edir və mən buna samitlə başlayan şəkilçi artıranda l-sı düşməyəcək. Yəni, bunu qarışdırmayaq. Yəni, iki dənə küldən sözünü görsənsən, bil ki, bir l olanda ocağın külüdür, iki l olanda cəm topa mənasını ifadə edir. Yaxud da ki, hissdən sözü, hissdən. Bax, görsəz, bir s ilə görsəz, bil ki, ocağın hissidir, iki s ilə görsəz, bilin ki, bu nədir? Duyğu mənasında olan hissdən söhbət gedir. Bu belə. Daha sonra danışım nədən? Müxtəlif cinsli qoşa samitli sözlərin tələffüzündən. Baxın, danışım nədən? Danışım... Məsələn, bax, yadda saxlayaq, Azərbaycan dilində f hərfi ilə yazılıb v kimi deyilən, yaxud v hərfi ilə yazılıb f kimi deyilən sözlər var dilimizdə. Məsələn, deyirəm ki, nə deyirəm? Məsələn, asfalt sözündə. Asfalt sözü də yazılışda f-dır, tələffüzdə v-dır. Asfalt. Yəni, bu sözləri əzbərləmək lazımdır. Yəni, bu, məsələn, məxfi sözü olsun, məxfi, kəşfiyyat sözü olsun. Bunları konkret olaraq əzbərləmək lazımdır. Məxfi yazılır, məxfi deyilir. Yəni, müəllim, yaxşı, necə başa düşmək? Bunu mən əzbərləsəm yadımda da qalmır. Hansında sən tələffüzdə v ilə deyirsənsə, bil ki, o f ilə yazılır. Aydındır və heç olmasa belə yadımda saxla. Yaxud da ki, v ilə olsun. Avtobus. Avtomat sözü, avtoqraf sözü, fərqi yoxdur. Burada da v-nı f ilə deyirsən. Avtomat şəklində, yaxud avtobus. İndi bu avtobus sözü idi bu şəkildə. Avtobus
şəklində tələffüz edəcək. Yəni V-nın F kimi tələffüzü. Yəni demək istədiyim odur ki, F V kimi də deyilir, V F kimi də deyilir. Daha sonra D T kimi də deyilir, T D kimi də tələffüz edilə bilir. Məsələn, söz ortasında yanaşı gələn iki kar samitdən ikincisi T olarsa tələffüzdə D-yə çevrilər. Məsələn, taxta. Yanaşı gələn söz ortasında iki kar samitdən ikincisi T olarsa D-yə çevrildi. Oldu belə taxta şəklində. İndi D-nın T-yə çevrilmə məqamı bu adətən söz sonundadır. B, D, C, C samitləri onlar haqqında da danışacağım. Daha sonra nədən danışım sizə? Ondan danışım ki, məsələn, K-nın C-yə çevrilməsindən danışmışdım bayaqları. N-nın M-yə çevrilmə haqqında danışım sizə. Yadda saxlayaq ki, N, M səsi kimi tələffüz edilir. Amma M, N səsi kimi tələffüz edilmir. Nə zaman N, M kimi deyilir? Söz ortasında N-dan sonra B və M hərfləri gələrsə, N, M kimi deyirlər. Məsələn, anbar yazılır. Söz ortasında N-dan sonra B gəldi. Tələffüzdə bu şəkildə. Ambar. Yaxud da ki, qanmaz sözü. N-dan sonra yazılışda M gəlib, tələffüzdə bu şəkildə. Qanmaz şəklində tələffüz ediləcək. Qarışdırmayaq hansı sözləri? Qarışdırmayaq lampa sözünü. Bu elə yazılışda M-nandır. Qarışdırmayaq qumbara sözünü. Qumbara sözünü. Qarışdırmayaq məsələn pambıq sözünü. Qarışdırmayaq pambıq sözü. Bunların elə yazılışda da M-dır, tələffüzdə də M-dır. Yəni orada artıq M yaxud bomba sözü olsun. Bomba. Yazılışda da M-dır, tələffüzdə də. Yəni M-nın N kimi tələffüzü yoxdur. Bunu da belə yadda saxlayın. Daha sonra nədən danışım? Ondan danışım. Sonu S, T, F, T, Ş, T hərf birləşməsi ilə bitən sözlərin tələffüzü. Sonu S, T, F, T, Ş, T hərf birləşməsi ilə bitən sözlərə samitlə başlayan şəkilçi yaxud söz artırdıqda T hərfi tələffüzdə düşəcək. Məsələn, R, A, S, T, rast. Bax, S, T. Buna mən bir dənə samitlə başlayan şəkilçi artırdım. Rastlaşmaq, məsələn. Bunun tələffüzü olacaq belə. R, A, S, rast. Bax, T düşdü. Rast. İndi L, D-yə çevrilir. Bu başqa məqamdır. Rastlaşmaq şəklində. Q, X-yə çevrilibdir. Bu başqa məqamdır. Bizə lazım ki, T düşdü, düşdü. Aydındır. Dostluq sözü olsun. D, O, S, T. L, U, Q. Dostluq. S, T var. Tələffüzdə belə olur. Dostluq şəklində. Müəllim, D hardan gəldi? D, L-nın D-yə çevrilməlidir. O başqa məqamdır. Bizə lazım ki, T düşdü, düşdü. Bu da belə. Daha sonra nədən danışım? Daha sonra danışım sizə. Sonun müxtəlif cinsli qoşa samitlə bitən tək hecalı sözlər var dilimizdə. Məsələn, Z, Ü, L, M. Məsələn, N, Ə, F, S. Məsələn, S, E, H, R. Sehir sözü olsun. Sonra nə olsun? Məsələn, olsun H, Ə, S, R olsun. Ç, Ə, S, R və s. Bu tip sözlər tələffüzdə, tələffüz zamanı bunlara samitlə başlayan şəkilçi artırdıqda, yaxud da ki, heç nə artırmadıqda aralarına qapalı sayda artırılır. Məsələn, zülm yazılır, zülm şəklində deyilir. Yaxud zülm sözünə mən samitlə başlayan şəkilçi artırsam, yenə L-M arasında Ü artırılacaq. Olacaq belə, zülmkar şəklində. Aydındır. Sehir də onun kimidir. S, E, H, R yazılır, sehir deyilir. İndi S, E, H, R, B, Az, sehirbaz yazılır. Bunun tələffüzündə belə olacaq. Sehirbaz şəklində. Nə baş verib? Səs artımı. Əslində söz neçə hecalıdır? 2 hecalı. Aydındır. Yaxud da ki, zülmkar sözü neçə hecalıdır? 2 hecalı sözdür. Yəni tələffüzlə baxmırıq da. Heca deyəndə, ahəng qanunu, vurğu deyəndə yazılışa baxmış olasıyıq. Daha sonra danışım nədən? Danışım sonu B, D, C, C samitləri ilə bitən sözlərdən. Sonu B, D, C samitləri ilə bitən sözlər. Bu olsun məsələn Q, A, N, A, D. Olsun məsələn dolab sözü olsun. D, O, L, A, B. Olsun tüfəng sözü olsun. Yaxud da ki
qılınc sözü olsun. Tələffüz zamanı bax bu bıdıcı öz kar samitinə qarşılığına çevrilər. Məsələn b p kimi, d t kimi, c ç kimi, c isə ç kimi əsasən bu c-da diqqətli olasıyıq. Məsələn qanad sözü qanad yazılır, qanad deyilir. Dolab yazılır, dolab deyilir. Tüfəng yazılır, tüfəng deyilir. Qılınc yazılır, qılınc şəklində də deyiləcək. Bunlara mən samitlə başlayan şəkilçi artırsam, bax xüsusilə bu üçündə diqqətli oluruq. Sonra b, d və c samit ilə bitən sözlərə samitlə başlayan şəkilçi artırsam yenə eyni məqam olacaq. Məsələn olsun q, a, n, a, d, qanad. Məsələn nə olsun? Qanadlı samitlə başlayan şəkilçi artırmışam. Bunun tələffüzündə belə olacaq. Qanad d. İndi l, d-yə çevrilib bu başqa məqamdır. Aydındır. Yaxud da ki qanad sözünə samitlə başlayan bir söz artırsam, məsələn nə olsun? Qanad nə? Qanad nəyi? Tükü. Nə bilim, bax belə bir şey. Qanad tükü. Qanad sözündə, burada niyə mən qanaq yazmışam? Olmalıdır belə. Qanad şəklində. Q, A, N, A, D. Bu zaman D necə deyiləcək? Yenə T-yə çevriləcək. Niyə? Çünki özündən sonra samitlə başlayan söz gəlib, yaxud şəkilçi gəlib. Amma saitlə başlayan mən söz artırsam, yaxud şəkilçi artırsam, bax saitlə başlayan. Məsələn olsun qanad açmaq, qanad açmaq. Bu zaman D kimi deyiləcək. Olacaq belə Q, A, N, A, D, qanad açmaq şəklində də tələffüz ediləcək. Eyni qayda tüfəng sözündə də keçərlidir. Aydındır? Bu belə. Bir dənə c-da diqqətli oluruq ki, c-da məqam nə məqamdır? Baxın, sonu c hərfi ilə bitən sözlərə, bax, sonu c hərfi ilə bitən sözlər ya ç kimi deyiləcək, ya deyiləcək ş kimi. Bax, diqqətli oluruq. Yəni c-nın tələffüzünü desək, c həm də deyilir c kimi, c həm də deyilir j kimi. Bax, c 4 dənə bu müxtəlif səsi ifadə edə bilər. Məsələn, ağac sözündə c ç kimi deyilir. Məsələn, vicdan sözündə c deyilir j kimi, vicdan sözündə. Məsələn, deyirəm ki, qılıncsız sözündə tələffüzdə qılınc, hani bunun c-sı? Bir dəqiqə, doğru yazın bunu. Bax, yazıram. Qılıncsız. Qılıncsız. Nə baş verdi? Bunun tələffüzündə belə olur. Qılınçsız şəklində. Yəni burada c ş kimi də deyildi. İndi cüzə sözündə də təbii ki c ilə c kimi deyiləcək də. Bu cüzə cüzədir. Bizə lazımdır ki sözün sonunda bu j kimi tələffüzü, c kimi tələffüzü, məsələn j kimi tələffüzü bir qrup sözlərdə də, məsələn vicdan sözü olsun. O çox söz deyil də, barmaqla sayılacaq qədər sözlərdir. Bizə lazımdır ki c-nın ş kimi tələffüzü. Baxın, c nə zaman ç kimi deyirlər, nə zaman ş kimi deyirlər. Yadda saxlayırıq. Əgər sözün sonu, bax yazıram burada. Sonu c hərfi ilə bitən sözlərə, bax, deltasız sözünü yadda saxla. D, E, L, T, A, S, I, Z, N. Burada saitləri sil. Ama bu saiti sildim. Bu saiti bir de bu saiti. Yani burada samiti də silmiş oldum. Deltası. Deməli, sonu c hərfi ilə bitən sözlərə d, l, t, s, z, n samitləri ilə başlayan şəkilçi artırsam, söz artırsam c-nı ş kimi deyəcəm. Məsələn, bax yazıram buradan ağac sözü. Düzdür, normalda ağac kimi deyilir. Amma mən buna bax bu samitlərlə başlayan şəkilçi artırsam, məsələn, ağacdan alma qopartdım məsələn. Bunun tələffüzü belə olur. Ağacdan meyvə qopartdım. Aydındır. Ağac, düzdür, ağacsız həyət. Bunun tələffüzü belə olur. Ağacsız həyət. Bitdi. Qalan yerdə qalan samitlər gələrsə, indi çıx da neçə dənə samit var? 23 dənə samit. 1, 2, 3, 4, 5, 6 dənəsini çıx. Yerdə qalanları gəldiyi təqdirdə söz sonunda c, ç kimi deyiləcək. Yalnız bu məqamda c, ş səsini ifadə etmiş olur. Bunu da belə bilmiş oldunuz. Sonra nədən danışım? Sonra ən vacib məqam şəkilçilərin tələffüzündən danışım. Hansı şəkilçilər necə tələffüz edilir? Bundan belə deyək də, sən fonetikanı bir növ daha gözəl bilmiş olacaqsan. Hansı şəkilçilərdən danışaq? Danışaq L hərfi ilə başlayan şəkilçilərdən birinci.
L hərfi ilə başlayan şəkilçilərdən. Sonra nəmin çıxışlı haldan da danışacağım. Zərf düzəldən şəkilçinin tələffüzündən də danışacağım. Şəxs sonluğu kimi dır, dir, dur, dür, sız, sizdən də danışacağım. Və s. və ilə axır. Müxtəlif şəkilçilərdən danışacağım. Yəni bu dərsi sona qədər izləsən, nə edəcəksən? Sənin fonetika ilə bağlı demək olar ki, heç bir problemin qalmayacaq. Başlayaq. Yeni bir səhifəni açırıq. Başlayırıq deməli şəkilçilərin tələffüzünə. Belə. Bax, yadda saxlayırıq. Əgər sözün tərkibində deməli L hərfi ilə başlayan şəkilçi varsa, məsələn, olsun nə? Olsun L, li, lu, lü. L, li, lu, lü. Olsun lık, liç, lug, lüç. Olsun feil düzəldən lalə. Bax, feil düzəldən lalə deyirəm ha. Olsun lan, lən şəkilçisi. Olsun laş, ləş. Olsun bir də cəm şəkilçisi lar, lərdən gedir söhbət. Bax, bunlar L hərfi ilə başlayır, düzdür? Bu şəkilçilər deməli D, T, Z, S, Ş, R və N samitləri ilə bitən sözlərə qoşulanda L-nın tələffüzü fərqli olacaq. Məsələn, deyək ki, bax bu şəkilçilər sonu bax bu samitlə bitən sözlərə qoşulanda D, T, Z, S, Ş samitləri ilə bitən sözlərə qoşulanda L, D kimi deyilir. Bu şəkilçilər sonu R hərfi ilə bitən sözlərə qoşulanda L, R kimi deyilir. Bu şəkilçilər sonu N hərfi ilə bitən sözə qoşulanda L, N kimi deyilir. Necə olur onu da deyirəm. Məsələn, qalan hallarda L, L kimi deyiləcək. Məsələn, bir dənə bura yazıram buradan yağlı. Yağı ilə bitib, düzdür? Buna L şəkilçisini artırmışam. Bax, L şəkilçisindən, L hərfindən əvvəlki samitə bax, G-dir. Bunlardan biri deyil ki, D, T, Z, S, Ş, R, N. Bunlardan biri deyil ki, xeyr. Ona görə L necə deyiləcək? Elə L kimi, yağlı ilə yağlı şəkildə də deyiləcək. Amma gəl indi bax, yazıram buradan duz sözü, Z ilə bitibdir. Buna mən L şəkilçisini artırıram, duzlu. L-dan əvvəlki bax, samitə bax, Z-dır. L necə deyiləcək? D kimi, olacaq belə, duzdu. Duzlu yemək. Aydındır? Yaxud da ki, yazıram buradan nə? Yazıram buradan palıd sözünü yazıram. Bax, palıdı. D ilə bitibdir. İndi mən buna lıq şəkilçisini artırmışam. Palıdlıq. Burada nə baş verəcək? Palıd sözü normalda T ilə deyilirdi. Palıd. L-dan əvvəl də D olduğu üçün L da D-yə çevriləcək. Olacaq bu şəkildə. Palıd. Bunu bir dənə düzəldim. Hərf dəyişir. Deməli, palıd D, T-yə çevrilib, elə də olmalı idi. Lıq da olacaq dıq şəklində. Palıd, dıq şəklində. Nə baş verdi? L, D-yə çevrildi. Yəni, bu tip nümunələrin sayını çoxalda bilərəm. Məsələn, baş ismi deyil. Buna mən lalə şəkilçisini artırıram. Başlamaq feilini yazıram. Başlamaq. Bunun tələffüzündə belə olur. Bax, L-dan əvvəlki samitə bax, Ş-dır, deyil, buradakı Ş-dır. O zaman L nəyə çevriləcək? Çevriləcək D-yə. Olacaq belə, başlamaq şəklində. Bəs, indi bildiyim, bax, bu samitlər gələndə L-dan əvvəldən gedir söhbət. Bu L ilə başlayan bu şəkilçilərdən əvvəldə bu samitlər gələrsə D, T, Z, S və Ş. Bunlar gələrsə, bu L-lar, şəkilçilərin bax bu L-ları çevrilib olur D səsi. Yox, əgər bu şəkilçilərdən əvvəldə R yaxud N hərfi gələrsə, o zaman R gələrsə L, R kimi deyilir. N gələrsə L, N kimi deyilir. O necə olur? Bax, indi burada deyirəm. Məsələn, yazıram buradan qan sözü. Qan. Buna L şəkilçisini artırmışam, bayaqçı L-nı. L-dan əvvəl nə gəlir? N. Bunun tələffüzü necə olacaq? Belə, qan, N şəklində. L, N-yə çevrildi. Aydındır. Məsələn, yazıram buradan qar, qar. Qarlı hava, məsələn. Necə olacaq bunun tələffüzü? L-dan əvvəl də R gəldiyi üçün L, R-yə çevriləcək. Olacaq belə, qarlı hava. Bitdi, bu qədər rahat. Aydındır. Bu məqamda xüsusilə diqqətli olursan. Lan, lən də bunun kimidir. Laş, ləş də bunun kimidir. Çox rahat bir məqamdır. Daha sonra danışıram sənə nədən. Bu, orada lalə var idi. Onu qarışdırma zərf düzəldən lalə şəkilçisi ilə. Məsələn, cəsarətlə. Cəsarətlə sözündə. Zərf düzəldən lalə şəkilçisi bütün məqamlarda nan-lən kimi deyilir. Cəsarətlə sözü belə. Cəsarətlə. Bitdi. Lalə necə deyildi? Nən kimi. Hünərlə, hünərlə.
Ürəklə dərsi danışır, ürəklə dərsi danışır. Aydındır. Zərf düzəldən lalə bütün məqamlarda nan kimi deyilir. İlə qoşmasının, ilə bağlayıcısının şəkilləşmiş forması olan lalə də bütün məqamlarda nan kimi deyilir. Bütün məqamlarda. Ana ilə bala, bax, ana ilə bala. Bunun tələffüzü belə olur. Ana ilə bala, bitdi. Aydındır. İlə istir bağlayıcı olsun, istir qoşma olsun. Həmişə necə deyiləcək? Nan şəklində tələffüz ediləcək. Daha sonra danışıram sənə dandən şəkilçisindən. Dandən var leksik şəkilçisi, isim düzəldir. Məsələn, çaydan, qənddən. Dandən var zərf düzəldir. Məsələn, birdən qapı döyüldü, birdən, qəfildən, zərf düzəldən, leksikdir. Çoxdan, unutmuşam, Çin kudurəti, bax, zərf düzəldir. Leksik şəkilçi kimi, dandən həmişə dandən kimi deyilir. Bunu qarışdırma. Hə, dandən çıxışlı qal şəkilçi kimi, yəni qrammatik şəkilçi kimi həm dandən formasında deyilir, həm də nandən formasında. Əgər sonu n və m samiti ilə bitən sözə qoşulubsa, məsələn, yazıram buradan oğlan. Ona çıxışlı qal şəkilçisini artırıram, oğlandan. Bunun tələffüzündə dan-nan kimi deyilir. Oğlandan. Aydındır. Yaxud da ki, A-T-A-M, atamdan soruşdum. Bunun tələffüzü necə olacaq? Atamdan soruşdum. Atamdan soruşdum. Yaxşı, qızdan soruşdum olsa necə? Qızdan sözündə dan ilə dan kimi deyiləcək. Niyə? Çünki sonu n və m samiti ilə bitən sözə qoşulanda çıxışlı qal dandan şəkilçi nandan kimi deyilir. Yoxsa elə dandan şəklində də deyiləcək. Aydın oldu. Bu da belə. Sonra nə deyəcəm? Sonra deyim sizə nəyi? Sonra deyim sizə dır, dir, durdur şəkilçisi haqqında danışıram. Dır, dir, durdur şəkilçisi həm leksik şəkilçidir. Məsələn, feil düzəldir. Almaqdan aldırmaq. Leksik şəkilçi kimi həmişə dır, dır kimi deyilir. Həmişə. Amma qrammatik şəkilçi kimi dır, dir, durdur. Yəni şəxs sonluğu kimi. Deyilir həmişə necə? Həmişə bir qayda olaraq dı, di, dudu. Məsələn, deyirəm ki, bu yaxşı qızdır. Bunun tələffüzündə belə olur. Bu yaxşı qızdır, oğlandır. Bitdi. Daha sonra sınız, siniz, sonuz, sünüz, şəxs sonluğu bir qayda olaraq həmişə nız, niz, nuz, nüz kimi deyilir. Məsələn, uşaqsınız, siz hələ uşaqsınız. Tələffüzdə belə olur. Siz hələ uşaqsız. Nız nədir burada? Sız, siz, sus kimi deyilir. Sınız, siniz, sunuz, sünüz, sız, siz, sus kimi deyilir. Aydındır, bir qayda olaraq həmişə. Daha sonra nədən danışaq? Daha sonra hansı şəkilçilərdən danışaq? Əslində burada da danışılacaq xüsusi bir şəkilçilər qalmadı. Yadıma düşsə, yenə yadıma nə düşər? Heç nə. Elə hələ ki bunlar. Yadıma düşərsə, yenə əlavələrimi edərəm inşallah. Əslində fonetikanı yekunlaşdıra bilərdim. Gəlin belə deyək. Yekunlaşdırmayaq. Nədən danışaq? Danışaq fonetik təhlilin aparılma qaydasından. Bax, yadda saxlayırıq. 3 halda fonetik təhlil zamanı 3 halda yazılışa bax. Ahəng qanunu soruşsa, 2 sözdə vurğunun yerini soruşsa, bir də hecanı soruşsa. Yazılışa bax. Qalan bütün məqamlarda xüsusilə samit və sait sözünü görsən, keç tələffüzə bax. Məsələn, bax, belə bir söz veribdir. Məsələn, hökümlü sözü. Bunun tələffüzü necədir? H, Ö, K, Ü, M, L, Ü, hökümlü. Fonetik təhlilə bağlı səhvə soruşur. A variantında yazır ki, üç hecalı sözün tərkibində cingiltili qarşılığı olmayan samit iştirak edir. O dəqiqə nə idi ki, bax, hökümlüdür, üç hecalı sözdür və burada cingiltili qarşılığı olmayan samit var. Bunu götürür yanlış variant kimi A-nı. Amma xeyr, söz iki hecalı sözdür. Heca deyəndə yazılışa baxırsan. Aydındır mı? Hə, qarşılığı olmayan samit iştirak edibdir, yaxud cingiltili qarşılığı olmayan samit. Hə, burada H var, yaxud ümumən qarşılığı olmayan samit iştirak edib deyirsə H var, M var, L var. O tərəfi deyək ki, doğru fikir ola bilər. Amma sən heca məsələsində diqqətli olmalısan axı, yazılışda iki hecadır. Aydındır, bu məqamlarda diqqətli olursan. Belə. Fonetik təhlildə deməli 3 halda yazılışa baxırsan, qalan harda sait və samit sözünü görsən, kar, cingiltili, nə uzanma, nə görsən, artıq sən tələffüz üzərində iş aparmış olacaqsan. Dərsimiz kifayət qədər uzun oldu. Yəni bu dərslə sən fonetikanı, xüsusilə sait və samitləri tam olaraq bilmiş olacaqsan.
Orada qaldı nə? Vurğu mövzusu, heca və ahəng qanunu. Onun üçün də ayrıca bir qısa bir dərs hazırlayacağam. Belə hələlik sağ olun.